Salam aleyküm əziz izləyicilər. Bugün sizlərə real biznes haqqında məlumatlar verəcəm. Və təzə gələn yenilikləri göstərəcəm və necə pul qazanıla biləcəyinizi göstərəcəm sizə. İndi gördüyünüz kimi mən keçən aksiyada gəldim. 8 Mart özel endirimdə gələn bina vardı, bu bina. Buna almışam. Kofe ilə ağacı özü verir. Oyuna girəndə kofe ilə ağacı özü verir. Necə götürə bilərsiniz bunu? İndi mən də onu göstərməyəcəm sizə hal-hazırda. Çünki mən önce götürmüşəm. İlk oyuna girəndə bu kofeni verirsə, maaşda keçirsiniz buradan. Deməli, kofe. Gəldiniz bura, hal-hazırda ətraflı məlumata basırsınız. Bu 5 dolar ayda sizə 1.77. Hardasa bizim buna 3-4 manat aylıq sizə yatırım eləmədən pul qazandırır. Və ağac sizə aylıq 65 sent. Hardasa ikisi bir yerdə verəcək sizə bir 5 manata yaxın pul verəcək. Yatırımsız. Oyuna yatırım eləməsəz. Binamı da qoy gələcək buraları. Ya bu oyunu qazandırır. Mən çıxarış eləmişəm buradan 5 dollar təzəyəcəm. Hal-hazırda məndə yığılıb burada. 2 dollar burada yığılıb. 1 dollara yaxındır burada yığılıb. Hal-hazırda 102 dollar balansımda pulum var. Sizə yeni gələn aksiyalardan danışacağım. Marketə gəlirsiniz. Bunlar çox sərfəlidir. Belə deyim, normalda 10 dollara bu verir, bu gələn aksiyadır. Aya sizə 5 dollar, bu 10 dollar alsaz. Amma normalda bu buradan alsaz 10 dollara 3 dollar, .59 sent verir sizə. Yəni sərf eləmir. Orada 2 ay çıxardı bu, burada 3 ay çıxardınız. Hal-hazırda bütün evlərə, binalara 15% endirim var. Amma mən məsləhət görürəm, bunlardan alasınız. Endirim gələndə belə. Bu aksiyalardan baxın 355 ədəd qalıb. Satılandan sonra bunlardan olmayacaq. Ən yaxşı qazandıran bunlardır. 50 dollara verir, 30 dollara. Mən bundan alacağım böyük ehtimal. 250 dollara var, 162 dollar verir. İndi kim necə istəyirsə, cibinə uyğun ala bilər bunları. Sonra təzə şey gəlib oyuna, gündəlik bonus. İndi sizin nə qədər yatırdığınız pula görə dəyişir. Məndə də az pul yatırmışam deyə hal-hazırda birinci gün 1 sent verir, ikinci gün 2 sent və 7 gün belə davam edəcək. Gün sonunda, həftənin sonunda verir onda 1, 3, 6, hardasa 15-20 sent arası pul verirsə. İndi mən necə alındığını göstərəcəm sizə. İlk növbədə 50 dollarlıq. Bundan alacağım. 2 dənə alacağım bundan. Gəldiniz qaydırıq şəhərə yenə. Gördüyünüz kimi mən 2 dənə bu 50 dollarlıqdan aldım. Bunları bunu qoyaq bura. Onlar oturmalıdır. Hal-hazırda məndə balansımda qaldı 2.49 sent. Pulu çıxartmaq üçün minimum 5 dollarınız olmalıdır. Bura necə pul yatıra bilərsiniz onu göstərim sizə. Gəldiniz 3 düyməyə basırsınız buradan depozitə. Sizə məsləhət görürəm EMON-la eləyəsiniz. EMON üstünə basdınız. İstədiyiniz məbləğ dollarla ama yazılır burada. Yəni deyək 10 dollar yatırmaq istəyirsiniz. 10 dollar yazırsınız bura. EMON-u seçdiniz. Doldur. Üstünə basırsınız. Burada gördüyünüz nömrəni kopyalayıb EMON-la ödəniş eləyib qəbzi yüklüyürsünüz bura. Hal-hazırda orada yazılır yarım saat, ən uzağı 2 saat oturur. Hal-hazırda amma 15 dəqiqə oturdu mənə 100 dollar oraya işləmək. Komissiya haqqı da tutmur. 10 dollar 17 manat eləyir. Elə komissiyası da 17 manat buradan götürəcək. Belə çıxarış. Çıxarış üçünsə 3 düyməyə basırıq. Burada gəlirsiniz çıxarışa. Çıxarışda isə EMON-a yenə EMON məsləhət görürüm. Kart da var, amma EMON məsləhət görürüm. EMON üzərinə bastınız. Çıxarış məbləği deyək 10 dollar yazdınız. Burada əlaqə nömrənizi yazırsınız. EMON-da olan nömrədir. Balansınız oturur.
Yəni çıxarışla balansı qaldırmaq istəyirsinizsə, yəni sadədir, çox asandır, yəni güvənilirdir. Sizə buradan Zevsin binasını göstəreyim. Yəni məşhurlar da oynayır bu oyunu. Zevs yeni gələn binadan Zevs alıb $250. Ya $250 ya bu biraz baxasızdandır. $50'dan alıb. Zevs yeni gələn binalardan alıb. İndi sizi kafalarını göstərəcəm. Yəni məşhur youtuberlər. Kafalar da alıb buradan. Yeni gələndən də alıb. Yəni çox sərfəlidir. Yəni burada qazanmaq ehtimalınız yoxdur. Hamı qazanır. Yəni yatırımsız belə qazanırsınız. Aya yəni bizim puldan yəni 5 manat, 6 manat qazana bilərsiniz yatırımsız. Amma yatırmağı məsləhət görürəm sizə. Başqa da ki, burada heç nə qalmır. Gündəlik bonus dedim, çıxarışlar dedim. Çalışın belə aksiyalar gələndə onda alasınız binaları. Çünki belə deyim də, burada baxın $50, $30 verir. Deyək, siz $50 bunu alsaz, 2 aya $10 xeyirlə pulunuzu götürürsünüz. Amma gəlib buradan $50 olan alsaz, indi $42 düşüb də, bu 2 günlük 15% endirimdədir. İndi 2 gündən sonra bu endirim olmayacaq. $50 alsa sizə verir $19. Yəni siz 3 aya ancaq çıxardınız pulu və $10 heç olmur. $8-7 çıxardınız əlavə. Ona görə məsləhət görürəm sizə ki, bunlardan alasınız. Endirim olan kimi $10'lıq, $50'lıq, $250'lıq alasınız. Belə də ki, buradan almaq istəsəniz bahalardan $5'lıq düşüb $425'ə. Hamısında hal-hazırda 15% endirim var. Yəni $425 alsınız $210. 2 aya pulunuzu çıxardırız. $5 düz əski olur, amma 3-cü ayda qazanacaqsınız $200. Yəni belə. Əlavə sualınız olsa yorumlara yazın. Cavablayacağım. Aşağıdan Telegram kanalının linkini qoyacağım. Oradan da əlavə sualınız olsa Telegram linkinə keçib oradan mənim öz şəxsimə yaza bilərsiniz. Və bu qədər. Sağ olun.